Son dövrlərdə sosial şəbəkələrdə depressiya, narahatlıq kimi mövzularla bağlı videolar milyonlarla baxış toplayır. Yeniavaz.com məşhur Forbes nəşrinə istinadən xəbər verir ki, bu videoların əksəriyyəti rəsmi tibbi məlumatlara əsaslanmır və istifadəçiləri yanlış yönləndirə bilər. Tədqiqatlar göstərir ki, sosial şəbəkələrdə yayılan ən populyar videoların yarısından çoxu xəstəliyin rəsmi diaqnostik meyarlarına uyğun gəlmir. Bu videolarda insanlar şəxsi hisslərini, diqqətsizlik, yorğunluq, maraqsızlıq kimi hallarını ciddi xəstəlik kimi təqdim edirlər. Üstəlik bir çox hallarda bu videolara müxtəlif məhsulların, təlim kurslarının və ya dərmanların reklamı da əlavə olunur. Sağlamlıq mövzusunda paylaşılan bəzi videolar sadəcə qeyri-elmidir, bəziləri isə zərərli ola bilər. Məsələn, burnunuza sarımsaq qoyun, corabınıza soğan qoyun kimi məsləhətlər sübutsuzdur, lakin çox yayılıb. Emosional təqdimat, qısa video format və sadə dil bu cür videoları daha inandırıcı edir. İnsanlar getdikcə rəsmi səhiyyə qurumlarına yox, sosial şəbəkələrdəki təsir edənlərə inanmağa başlayır. Bəzi influencerlar elmi terminlərdən istifadə edərək özlərini ekspert kimi göstərir. Halbuki bu videoların arxasında tez-tez reklam və ya şəxsi qazanc məqsədi durur. Bəzən hətta süni intellektlə yaradılmış saxta insanlar da bu məqsədlə istifadə olunur. Tədqiqatçıların fikrincə insanların hökumətə, tibbə, ənənəvi mediaya olan inamı zəifləyib. Bu boşluğu isə blogerlər doldurur. Onlar daha emosional, rahat və dostyana formadan məzmun təqdim edirlər. Sosial şəbəkələrin algoritmləri də belə məzmunları daha çox insanın qarşısına çıxarır. Bəzi insanlar artıq süni intellekt botlarından, məsələn ChatGPT və ya Grokdan tibbi məsləhətlər almağa çalışır. Lakin ekspertlər xəbərdarlıq edir. Bu sistemlər səhv cavablar verə bilər. Çünki onlar statistika ehtimallarla işləyir və bəzən uydurma məlumatlar da təqdim edirlər. Nə etməli? Mənbəni yoxlayın. Rəsmi və elmi mənbələrə istinad varmı? Təqdimata fikir verin. Emosional və aqressiv dil varsa ehtiyatlı olun. Digər mənbələrlə müqayisə edin. Eyni məlumat başqa yerlərdə də varmı? Blogerlərin davranışına baxın. Dəqiq məlumat verir, istinad göstərir, səhvlərini etiraf edirmi? Reklamı tanıyın. Məqsəd sadəcə məhsul satmaqdırmı?